Sağ olun. Canım seven. Boyuna kurban. Vereceğim. Necə yerləşmişsiniz? Yaxşı. Yaxşıdır. Yaxşı. Allah'a şükür. Təbrik edirəm. Sağ olun. Artıq 3 gündür ki, Ağdərə rayonunun 4 kəndinə yerləşmişsiniz. Bu münasibətlə sizi təbrik edirəm. Bütün bu kəndlərdə olmuşam. Çapar, Heyvalı, Çıldıran və aşağı Orataq kəndi evlər gözəl təmir olunub, bərpa edilib. Son 2 il ərzində biz bütün işğaldan azad edilmiş Ağdərə rayonunun qəsəbələrində, kəndlərində monitorinq aparmışdıq. Birinci mərhələdə bərpa olunan kəndləri müəyyən eləmişik və artıq Ağdərə rayonunun 9 kəndinə keçmiş köçkünlər qayıtmışlar. Uzun illərin həsrəti arxada qaldı. Haqq, ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir. Bizi güclü edən xalqımızdır. Yumruq kimi birləşən millətimizdir. Və son 2 il ərzində antiterror əməliyyatından sonra 2023-cü ildən bu yana bütün bu bölgələrdə Ağdərə, Xocalı, Xankəndi, Xocavənddə həyat bərpa edilir. 5 il bundan əvvəlsə digər vaxtilə işğal altında olmuş ərazilərə keçmiş köçkünlər qayıtmağa başlayıblar və bugün artıq 73.000 insan keçmiş həm köçkün, həm də ki köçkün olmayan, amma azad edilmiş ərazilərdə işləyənlər, çalışanlar, oxuyanlar yerləşiblər və hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır. Burada şərait yaradılıb, işıq, su, qaz, yollar, iş yerləri. Bugün Qozlu Körpü kəndində təxminən 15 megavat gücündə su elektrik stansiyasının açılışını qeyd elədik. Elektriklə bu bölgə tam təmin edilib, hətta burada istehsal olunan enerji Azərbaycanın digər bölgələrinə də ötürülür. Yollar çəkilir, buradan Tərtərə qədər, buradan Kəlbəcərə qədər yollar tikilir, genişlənir. Bugün Dəmirli Filiz Mədən istehsalat kompleksinin fəaliyyəti ilə də tanış oldum. Orada 1000-ə yaxın iş yeri yaradılır. Yəni, iş yerləri ilə bağlı heç bir problem olmayacaq. Həm dövlət, həm özəl sektor tərəfindən şərait yaradılır. Eyni zamanda bu gözəl, səfalı, mənzərəli, təbiətdən istifadə edərək əkinçilik, heyvandarlıq, arıçılıq, meyvəçilik, bütün bu işlərlə məşğul olmaq lazımdır. Mütləq ki, siz burada rahat, firavan yaşayasınız. Sizə çox təşəkkür edirik. Siz dünyaya sübut elədiniz ki, Qarabağ Azərbaycandır. Sağ olun. Var olun. Mən şəhid Xəyal Aslanovun atasıyım. Bu günləri çox gözəl gündür. Çünki öz rayonumuza, öz kəndimizə qayıtmışıq.
çox sevincimiz var. Sağ olun. Biz də çox təşəkkür edirik prezidentimizə. Oğlunuz harda şəhid olub? Oğlum Ağdərə rayonunun Talış istiqamətində 8 il dövlətin kəşfiyyatçısı olub, Xəyal Aslanov. Çox gözəl döyüşüb, dövlətimiz ona 5 dənə medal verib. Yana-yana keçirmişik illəri, ağı deyib anaların dilləri. Valı olanam, çağırıram elləri vətən, sənin görüşünə gəlmişəm. Qoy var olsun Azərbaycan əskəri, min yaşasın ordumuzun rəhbəri. İndi daha unuduruq dərdləri, vətən. Vətən, sənin görüşünə gəlmişəm. Allah vətənimizi salamat eləsin, Allah ordumuzu qorusun, Allah sizləri də var eləsin. Bütün xalqımızı təbrik edirəm bu sevinçli görüşlə. Mən gedəndə Ağdərədən mənim 17 yaşım var idi. Hal-hazırda mənim 50 yaşım var. Allahın bu gününə şükür, bu günləri bizə qismət eləyən ilahiyə min şükürlər olsun. Bu günləri bizə qismət eləyən cənab prezidentimizi bağrıma basıram.